Bismillahi və billah və bi zikri vəliyillah. Allahümmə əccil li vəliyyikəl fərəc. Sizləri və bütün izləyicilərimizi salamlayıram və Bəqi günü münasibəti ilə bütün müsəlmanlara başsağlığı ərz edirik. Bugünkü söhbətimiz Bəqi qəbristanlığının dünyanın ən qədim qəbristanlığı olan Bəqi qəbristanlığının tarixi haqqında söhbət edəcəyik. Yaqut Həməvi Əl-Mucəm əsərində Bəqi sözünün mənası barədə yazır ki, Bəqi ağac adıdır. Bəqi-ul-Xəlil və ya Bəqi-ul-Qərdəq ağaclarının olduğu yer. Yəni həmin ərazi ki, Bəqi qəbristanı indiki orada yerləşir, həmin ərazi yaşıllıq bir çöldən, ağacları bol olan bir yerdən ibarət olub. Məkan olaraq bu yer Peyğəmbər məscidinin yaxınlığında yerləşirdi, Məscid-ün Nəbidə. Lakin günümüzdə Məscid-ün Nəbi genişləndirilərək Bəqiyə birləşdirilib və artıq bir neçə addımdan sonra Bəqinin hasarına yaxınlaşırsan. Yəni indi hal-hazırda arada fasilə yoxdur. Yəni Məscid-ün Nəbinin içində yerləşir. Bəqi müsəlmanların mühüm coğrafi məkanlarından biridir. Hansı ki, İslamın əvvəllərində və ondan sonraki zamanlarda mühüm tarixi şəxslər orada dəfn olunub Bəqidə. Peyğəmbər ailəsindən onun övladları, Peyğəmbər ailəsinin övladları, xanımları, Peyğəmbər sahabələrinə mühacir, ənsar, həmçinin İslamın əvvəllərində Mədinə ətrafında gedən döyüşlərdə şəhid olanlar Bəqi qəbristanlığında dəfn olunublar. Səmhudi Vəfa-ul-Vəfa bi Əxbaril Mustafa cildli səhifə 92 və 95-də yazır. Müxtəlif tarixi dövrlərdə bəzi İslami şəxsiyyətlərin qəbri üzərində türbələr tikilmişdi, yəni Bəqidə. Bəziləri isə Bəqidə olan evlərdə dəfn olunmuşdular. Bəqidə evlər də olub. Bəqi imamlarının türbəsi sonradan Vəhabilər tərəfindən dağıdılmış qübbələrdən sayılır. Bəqi imamlarının və Peyğəmbərin əmisi Abbasın qəbirləri Əqilin evində idi. Yəni, bayaq birazdan da işarə eləyəcək, yəni Bəqidə evlər də olub. Və Peyğəmbərin 4 övladı, yəni 4 imam və Abbas, həmçinin qeyd olunur ki, Fatimə binti Əsəd də Əqilin evində dəfn olunublar. Bu qəbristan barədə, onun fəzilətləri barədə çox sayda hədis və rəvayətlər mövcuddur. Hətta bir sıra kitablarda Bəqinin fəziləti barədə ayrıca fəsillər açıblar. Mərhum Şeyx Müfid İrşad səhifə 181-də, həmçinin Səmhudi Vəfa-ul-Vəfa cildü səhifə 77-də yazırlar ki, İslam Peyğəmbəri sallallahu aleyhi və səlləm buyurub, mənə Bəqidə dəfn olunanlar üçün Allahdan bağışlanmaq, diləmək əmr olunub. Mərhum Quləveyh Kamilü Ziyarat əsərində səhifə 320-də nəql edir. İmam Sadiq əleyhissalatü vəssalam buyurur, Peyğəmbər sallallahu aleyhi və səlləm hər cümə axşamı Bəqi qəbristanını ziyarət etməyə gedirmiş. Yəni, bu Bəqinin fəzilətinə işarə edən hədislərdir. Deyləmi cild 1 səhifə 33-də yazır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bəzən özü, çox vaxt isə sahabələrlə birgə Bəqi qəbristanlığını ziyarət eləməyə gedirdi. Yəni, bu coğrafi məkan xüsusi diqqətdə olub, Peyğəmbərin xüsusi diqqətində olub bu ərazi. İmam Sadiq əleyhissalam buyurur, əziz İslam Peyğəmbəri sallallahu aleyhi və səlləm Bəqidə Əqilin evinin yanında dayanıb, Bəqidə dəfn olanları həmişə dua edərdi. Həmişə gələrdi Bəqiyə, Əqilin evinin yanında dayanıb onları dua eləyərdi. Bəqidə ilk dəfn olunmuş şəxs Peyğəmbər sahabəsi Osman ibn Məzun olmuşdur. İlk o dəfn olunub orada. Peyğəmbərimizin daha sonra 6 aylığında dünyasını dəyişmiş oğlu İbrahim Peyğəmbərin göstərişi ilə Osman ibn Məzunun yanında dəfn olunur, yəni Bəqidə. Bu zamandan sonra cəmaət də öz cənazələrini Bəqidə dəfn eləməyə başlayırlar. Yəni artıq bir növ Bəqidə cənazələri dəfn eləmək adət halını alır və Mədinədə yaşayan insanlar öz cənazələrini Bəqidə dəfn edirdilər. Bəqinin yaxınlığında Həşr-ü Kövkəb adlanan digər bir qəbristan da mövcud idi, qəbristanlıq mövcud idi. Həşr-ü Kövkəb qəbristanı Yahudilərə məxsus idi. Belə ki, Yahudilər öz cənazələrini Həşr-ü Kövkəb qəbristanlığında dəfn edirdilər. Bu qəbristan hasarla hörülmüş olub, irəliləyən dəqiqələrdə işarə eləyəcək, sonradan hasarı qaldırıb, həmin qəbristanlığı da Bəqi qəbristanlığına qoşdular. Əvvəldə dedik ki, Bəqi yaşıllıq
bağ-bağçalıq bir yer idi. Buna görə də ora təkcə qəbristan yox, həm də evlərin mövcud olduğu bir məntəqə idi. Evlər olub orada. Sonradan o evlər orada dəfn olanların türbəsinə çevrilməyə başladı. Yəni o evlər orada dəfn olunan şəxslərin türbəsinə çevrildi. Əlbəttə bu türbələr əlamətdar şəxslər üçün inşa edilirdi, hər şəxs üçün yox. İbn Səd Təbəqatul Kubra cild 4 səhifə 33-də yazır ki, Bəqinin məşhur evlərindən biri Əli əleyhissalamın qardaşı Əqil ibn Əbu Talibin evidir. Yəni ən məşhur evlərdən biri. Həmçinin Peyğəmbər zamanında orada kiçik evlər tikilirdi, cənazələrin orada dəfn edirdilər. Balaca evlər, yəni çox balaca evlər, 1, 2, 3 nəfərlik insanın dəfn edilə biləcəyi qədər evlər tikilirdi və insanlar dünyasını dəyişdikdə orada dəfn edirdilər. Bu həm də Bəqi qəbristanlığının fəzilətinə işarə edən bir haldır. Bəqi qəbristanlığı. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədislər var. Məsələn, İmam Həsən əleyhissalatu vəssalamın orada dəfn ediləcəyi barədə hədislər var və Peyğəmbər buyurur ki, mənim övladım Həsəni hər kəs Bəqidə ziyarət eləsə, siratda onun ayaqları lərzəməz. Həmçinin Səmhudi Vəfaul Vəfada cild 3 səhifə 9-7-də qeyd edir ki, Bəqinin tanınmış məkanlarından biri də Beytul Əhzan adlanan yeridir. Bəqidə tanınmış məkanlardan olub, hansı ki, Əli ibn Əbu Talib oranı xanımı Fatimə Zəhra salamullahi əleyhaya yas tutması üçün qərarlaşdırmışdı. Belə ki, böyük kölgəli olan ağacın altında öz xanımı üçün yer düzəltmişdi ki, öz atasına gəlib orada, həmən o ağacın altında yas tuturdu, nohu oxuyurdu, mərsiyə dirdi və əza saxlayırdı Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatından sonra. Həmən yer Beytul Əhzan adlanırdı ki, oranın böyük bir kölgəliyi var idi və Əli Rəsəlamunun altında əlbəttə xanımın oturması üçün döşək mi deyək, həsir mi deyək, yum mu deyək, bir şərait yaratmışdı. Yəni artıq bir xüsusi məkana çevrilmişdi ki, xanım Fatimə Zəhra salamullahi əleyha orada otururdu, Həzrəti Peyğəmbərə yas saxlayırdı. Təbii ki, məlumatınız var ki, burada bu məsələyə daxil olmuruq. Sonradan o ağacı da kökündən kəsmişdilər ki, xanım Fatimə Zəhra salamullahi əleyha orada Peyğəmbərə yas saxlamasın. Əlbəttə, Peyğəmbərə yas saxlamamasının da səbəbi var idi, məqsədləri var idi ki, orada Peyğəmbərdən sonra ümmətin nələr etdiyini dilə gətirirdi və insanlar eşidirdilər. Yəni bir qadının nalə eləməsi bunları narahat edirdi ki, onun sözü, səsi ürəklərə təsir göstərə bilər və s. Ona görə ağacı da oradan kəsmişlər. Bəqi qəbristanlığı bütün xəlifələrin dövründə xüsusi diqqət mərkəzində olan yer olub. Bütün xəlifələrin dövründə. İstər Raşidi, istər Əməvi, istər Əbbasi, istər Osmanlılar. Yəni, hamısının dövründə Bəqi qəbristanlığına xüsusi rəğbət göstəriblər. Əgər diqqət edirsinizsə, həqiqətən Bəqi qəbristanlığı haqqında olan məlumatlar çox geniş yayılmışdır deyənə bütün xəlifələr önəm göstəriblər o qəbristanlığa. Səmhudi Vəfaul Vəfa cildül səhifə, əlbəttə Səmhudi əhl-i sünnə tarixçisidir, yəni məşhur tarixçisidir. Cildül səhifə 98-də yazır, 3-cü xəlifə öldürüldükdə onu Həşr-i Kövkəb qəbristanında dəfn etdilər. Yəni Yəhudi qəbristanlığında dəfn edilər. İcazə vermədilər, indi o hissələrə daxil olmuruq. Yəni cəmaat qoymadılar ki, onu Bəqidə dəfn olunsun və onu Yəhudi qəbristanlığında dəfn edildi. Mərvan İbn Həkəm Mədinədə vali olanda Vəhş-i Kövkəb qəbristanı ilə Bəqi qəbristanı arasındakı divarı götürüb Vəhş-i Kövkəb qəbristanını Bəqiyə qatdı. Yəni Osmanın da qəbri sonradan Bəqi hesablanılacaq, Bəqi sayılacaq, yəni əsl Bəqi yox, sonradan Bəqi sayılacaq əraziyə daxil edildi. Vəhş-i Kövkəb qəbristanı ora qatıldı. Peyğəmbərin öz əli ilə Osman ibn Məzunun qəbri üstə Peyğəmbər öz əlləri ilə daş qoymuşdu və həmən daşı Mərvan götürüb 3-cü xəlifənin qəbrinin üstünə qoydu. Bilirsiniz ki, Əbbasi xilafətini quranlar Peyğəmbərin əmisi Abbasın nəslinə mənsub olanlardır. Yəni Əbbasilər bulardılar. Ona görə də onlar Əhl-i Beytlə, Peyğəmbərlə əmoğlu olduğunu hər dəfə önə çəkirdilər ki, insanların rəğbətini qazansınlar. Yəni Əbbasilər deyildikdə Peyğəmbərin əmisinin nəsli nəzərdə tutulur.
Abbas Bəqidə dəfn olunduqdan sonra ki, Peyğəmbərin əmisi də harada dəfn olunmuşdu? Əvvəldə söhbətin əvvəlində dedik ki, Peyğəmbərin əmisi də Bəqidə dəfn olunmuşdu. Abbas Bəqidə dəfn olunduqdan sonra zamanla ilk İmam Həsən əleyhissalatu vesselam, daha sonra İmam Zeynulabdin əleyhissalam, sonra İmam Muhammed Baqir əleyhissalam və daha sonra İmam Sadiq əleyhissalatu vesselam Abbasın yanında dəfn edilmişdilər. Bu 4 imam Bəni Ümeyyə dövründə onların əli ilə qətlə yetirildiyi üçün onların qəbirləri və sinə daşları olmasına baxmayaraq üzərlərində məqbərə düzəldilməsinə icazə verməmişdilər. Yəni zaten Əqilin evində dəfn olunmuşdular. Onun artıq bir ev halında bir məqbərəsi, qübbəsi var idi. Amma Bəni Ümeyyə onu sökmüşdülər. Yəni qəbirlər var idi, sinə daşları da var idi, ondan sonra baş daşları da var idi. Lakin üstündə qübbə tikməyə icazə vermirdilər Bəni Ümeyyə. Peyğəmbərin əmisi Abbas, İmam Əlinin anası Fatimə binti Əsəd və 4 imamın qəbri Əqilin evində idi. Sonradan o evi İmam Zeynulabdin əleyhissalatu vesselam almışdı da. Lakin onu söküb, yəni divarlarını, damını aradan aparmışlar. Qəbirlər var idi, qübbə yox idi. Lakin Bəni Ümeyyə o evi uçurtmuşdu. İbn Nəccar Əxbarul Mədinədə yazır, Əbbasilər siyasətə gələndən sonra Bəni Ümeyyə ilə müxalifət üçün və şiyyələrin rəğbətin qazanmaqdan ötürü bu 6 nəfərin qəbri üstə məscid tikdirib ziyarətgah edirlər. Ziyarətgaha çevirirlər. Yəni ilk barigah, məqbərə, qübbə, günbəzi ilə bir yerdə Əbbasilərin dövründə həmən o Bəqidə 4 imamın Abbasın, Peyğəmbərin əmisi Abbasın və Fatimə binti Əsədin qəbirləri üzərində məscid inşa edirlər. Nəcmi Tarix-u Hərəmi Əimmə səhifə 188-də yazır ki, Harun Əl-Rəşid bu məqbərənin təmirində özü də iştirak edib. Əlbəttə bu Ələvilərin, Şiyyələrin rəğbətini qazanmaqdan ötürü atılmış addım idi. İbn Əsir Əl-Kamil fit Tarix cildon səhifə 352-də yazır ki, Səlcuqların dövründə 498-ci ildə imamların ziyarətgahı yenidən təmir edilir, günbəz və minarələr inşa edilir. Hətta memarları Qum şəhərindən gətirirlər ki, daha orada İranda ki, bu mədəniyyət o dövrdə 2500 illik imperiyası olan bir dövlət idi. Mədəniyyət daha inkişaf elədiyinə görə naxışları, ondan sonra bərbəzəkləri, quruluşu, strukturunu onlar İranlı memarlar tərəfindən inşa etdirirlər. Səudiyyə 1220-ci ildə Osmanlıların tərkibində olduğu halda Səudiyyə, yəni Səudiyyə Ərəbistan Osmanlıların xilafətinin tərkibində olan zaman Vəhabilərin ilk, yəni Mədinəyə ilk hücumu baş tutur. İlk hücumu baş tutur. Mədinəni mühasirəyə alıb 4 imamın məqbərəsinin Beytül-Əhzan olan qübbəni dağıdırlar. 1220-ci ildə. Hicrətin 1220-ci ilində. Bu əmr Səud ibn Əbdüləziz tərəfindən verilir. Hansı ki, indiki Saudiyyə dövləti, Saud ailəsinin adına bağlıdır. Birinci kral, yəni birinci şah. Bu əmr onun tərəfindən verilir. Osmanlı padişahı 2-ci Sultan Mahmud Mədinəyə tərəf qoşun göndərir və 1227-ci il Zilhiccə ayında şəhəri Saud ailəsindən azad edir. İbn Bətutə 50 səfərnamə cild 3 səhifə 196-da yazır ki, 2-ci Sultan Mahmud əmr verir ki, dağıdılmış bəqi ziyarətgahları yenidən inşa edilsin və inşa da edilir. Təzədən bərpa olunur və 1232-ci ildə yenidən bir daha Mustafa Rəşid Paşa 1-ci Əbdülməcizin göstərişi ilə yenidən məqbərələrin təmir edilməsi əmrini icra edir. Yəni Vəhabilərin hücumundan sonra 2 dəfə təzədən bəqi yenə də bərpa edilir, təmir edilir, qübbələr düzəldilir, günbəzlər, minarələr ucaldılır. Nəhayət Hicri 1344-cü ilin Səfər ayında Vəhabilər növbəti dəfə Mədinəyə hücum etdilər. Mədinəni işğal edirlər. Bu hücumda Peyğəmbərin hərəminə və dini yerlərə ziyan dəyir. Bəqiyə toxunmurlar. Peyğəmbərin hərəminə və digər dini yerlərə ziyan zədələr yetirirlər. Bu müsəlmanlar arasında şiddətli etirazlara səbəb olur. Səud dövləti şiddətli etirazların qabağını almaqdan ötürü, qarşısını almaqdan ötürü müsəlman dövlətlərinin nümayəndələrini Məkkəyə çağırır, Məkkəyə dəvət eləyir. Lakin əvvəlcədən hazırlanmış hilələrlə dəymiş ziyanları aradan qaldıracaqlarını bildirirlər.
ki, müsəlmanları sakit eləsinlər və bu söhbət doğrudan da yatır, sükuta qərq olur. Beləliklə, Peyğəmbər məscidinin təmiri ilə gözdən pərdə asırlar. Amma üstündən bir neçə ay keçəndən sonra Ramazan ayında Məkkə qazisi Şeyx Abdullah ibn Buleyhid Mədinəyə daxil olur, Mədinəyə gəlir, Mədinə müftiləri ilə söhbət edir, qəbirləri dağıtmaq fətvasını alır. Bütün müftiləri yığır və fətva alırlar. Hicri 1344-cü il Şəvval ayının 8-i Bəqi qəbristanının bütün tarixi abidələri, o cümlədən Bəqi türbələri tamamilə dağıdılır, yer ilə yeksan edilir. Buna ərəb dilində təxrib deyilir, yəni xarabalığa çevirirlər. Mədinənin 15 müftisi Bəqinin dağıdılmasında yekdillik edirlər, fətva verirlər. Müsəlmanları sakitləşdirmək üçün dövlət nümayəndələrini yığan kral, həmin o kral Əbdüləziz 1344-cü ildə 12 Şəvvalda Abdullah ibn Buleyhidə onun addımlarını tərifləyən bir məktub göndərir. Bu tarixi cinayət müsəlmanlar arasında Bəqi günü kimi anılır. Vəhabi inancının əksinə olaraq, yəni Vəhabilərin inancının, etiqadının əksinə olaraq sünni və şiələrin məşhur inancına görə qəbirlərin üzərində məqbərə tikilməsi, barigahlar tikilməsi, günbəz, məscid tikilməsi İslam inancı ilə ziddiyyət təşkil eləmir. Bu, həm Qur'anla, həm də tarixi sənədlərlə isbat olunan mövzulardandır. Mütəal Allah Kəhf surəsinin 21-ci ayəsində Əshab-ı Kəhfin qəbirləri barədə belə bir xəbər verir. Beləliklə, müşriklər dedilər, onların cəsədləri üzərində bir bina tikin, onlardan Rəbbi daha yaxşı xəbərdardır. Yəni, Əshab-ı Kəhfin cənazələri üstündə, qəbirləri üzərində bina tikin, yəni içsin, batsın, yoxa çıxsın. Amma möminlər, mübahisədə qalib gələnlər dedilər, biz onların cəsədləri üzərində bir məscid tikəcəyik. Allah qalib gələnlər, mübahisədə qalib gələnlər, yəni möminləri qalib göstərir ki, onlar istəyirlər ki, Əshab-ı Kəhfin qəbirləri üzərində məscid tikilsin və bu da baş tutur. Allah da bunu öz kitabında İslam Peyğəmbərinə xəbər verməklə bildirir ki, Allah yanında qiymətli, dəyərli olan insanların qəbirləri üzərində məscid tikilməsi faydalı bir işdir, yaxşı bir işdir, məsləhət olan bir məsələdir. Allah Quranda bəzi məkanları önəmli tutur və müqəddəs adlandırır. Halbuki həmin məkanlarda diqqət olması məqam budur. Hansı ki, o məkanlarda nəinki heç bir peyğəmbər və ya heç bir müqəddəs dəfn olunmuyub, hətta o torpaqlar, o yerlər dağ-daşdan başqa bir şey deyil. Yəni, elə məkanlar var ki, Quran-ı Kərimdə mütəal Allah onları önəmli tutur, müqəddəs adlandırır. Biz onların bir neçəsinə indi işarə eləyəcəyik. Dağdan, daşdan ibarətdir. Məsələn, Bəqərə surəsi ayə 158, həqiqətən Səfa və Mərva dağları Allahın şüarlarıdır. Yəni, Səfa və Mərva dağlarının özəlliyi ilk dəfə ortalığa çıxıb nə vaxt? İbrahim əleyhissalamın xanımı, xanım Hacər, salamullahi əleyha, həmən o iki dağın arasında qaçıb. Bundan başqa bir fəlsəfəsi yoxdur. Lakin Allah nə deyir? İnnə səfa vəl-mərvətə min şəairillah. Səfa və Mərva Allahın şüarlarındandır. Və yaxud Həzrəti Musa əleyhissalam öz xanımı ilə dağların, daşların arasıyla yol gedir Misrə tərəf, bir nida eşidir. Mütəal Allah bu hadisəni Qəsəs surəsi ayə 30-da bəyan edir. Musa ora gəlib çatdıqda sağ tərəfindəki vadinin yaxınlığında olan mübarək yerdəki ağac tərəfdən ona nida gəldi. Yəni bir məkandır. Allah təbarəkə və təala oranı mübarək adlandırır. Mübarək nə deməkdir? Bərəkətli. Yəni xeyir və faydası olan yer adlandırır. Bu yerdə nə peyğəmbər, nə də başqa bir müqəddəsin nəyi var? Qəbri yoxdur. Allah orada Həzrəti Musaya vəhiy indirdiyi üçün oranı mübarək yer adlandırır. Fəqət bir dənə səbəb var. Hansı ki, bir dənə Allah təbarəkə və təala həmən məkanda Həzrəti Musa əleyhissalatu vəssalama vəhiy indirib. Və bunu, təkcə bir dənə bunu, bu səbəbi mütəal Allah, bu səbəbə görə həmin yeri mübarək edib, bərəkətli qərar verib. Həmçinin digər bir dağdaş olan ərazini Allah müqəddəs adlandırır. Taha surəsi ayə 12. Ey Musa, başmaqlarını çıxart, çünki sən müqəddəs Tuva məntəqəsindəsən. Nə var orada?
o müqəddəs elədiyi yerdə nə var? Hansısa bir peyğəmbərin qəbri mi var? Ya məsələn hansısa bir müqəddəsin qəbri mi var? Xeyr. Sadəcə və sadəcə Allah təbarək və təala öz xalis bəndəsinə vəhy endirdiyi yerdir. Oranı Allah eləyib nə? Müqəddəs. Yəni Quran müqəddəs insanların, peyğəmbərlərin qəbirlərini ziyarət etməyin əleyhinə deyil. Yəni belə bir ayə də Quran-ı Kərimdə mövcud deyil ki, sən dayanasan bu ayəyə, deyəsən ki, məsələn, qəbir ziyarət etmək olmaz, ya məsələn, hər hansı bir ziyarətə getmək olmaz deyə bir iddianı heç yerdən, yəni Quranın məntiqindən irəli çıxarda bilməzsən. Quran məntiqi ilə bunu göstərə bilməzsən. Bugün necə ki deyirlər, daşı öpüb ziyarət edirsiniz, həmin yerdə dağ və daşdan ibarətdir, lakin Allah onu nə edib? Müqəddəs edib, müqəddəs adlandırır. Səbəb nədir? Allah sadəcə öz xalis bəndəsi ilə danışdığı yeri müqəddəs edib. Bir müqəddəslə danışdığı yeri Allah müqəddəs edirsə, o müqəddəsin dəfn olunduğu məkan necə demək olar ki, dəyərsizdir, önəmsizdir, onun ziyarət etməyə getmək günahdır, şirkdir. Yəni bunu necə demək olar? Və ya Bəqərə surəsi ayə 125. Eşidin. Bir zaman ki biz müqəddəs evi insanlar üçün ziyarətgah və əmin-aman bir yer etdik, İbrahimin durduğu yeri namazgah edin. Həzrət İbrahim əleyhissalam bir daşdı, onun üzərində dayanıb insanlara həccə dəvət edib və Allah təbarək və təala Kəbənin ətrafında o qədər yer olmasına baxmayaraq sırf Həzrət İbrahimin, çünki əziyyəti var Kəbənin üzərində, Kəbənin inşa edilməsində. Bu onun məqamına görə bir əta olunmuş hədiyyədir. Həzrəti İbrahim əleyhissalamın sadəcə dayandığı və ayaqlarının izi də oradadır ki, gedənlər hamımıza Allah dəfələrlə qismət eləsin, gedənlər müşahidə edir, ayaqlarının izi də oradadır və Allah onun ayaqlarının izinin olduğu yeri namazgah edir və bütün müsəlmanlara vacib edib ki, Kəbənin təvafından ayrıldıqdan sonra həmən yerdə namaz qılmalısan və həmən istiqamətdə namaz qılmalısan. Yəni, başqa yerdə namaz qılsan, təvafın batildir. Yəni, yerinə yetirdin, bütün məzhəblərdə fərqi yoxdur. İndi onun istiqamətində fərq var əlbəttə ki, müxtəlif cəhətdən, onunla işimiz yoxdur. Hansı ki, həmin yerdə sadəcə Həzrət İbrahim əleyhissalatü vesselam dayanıb. Allah oranı nə edir? Mübarək edir və müsəlmanlara əmr edir ki, namazlarını orada qılsınlar. İndi belə bir şəxsin qəbri necə mübarək olmaya bilər? Əgər ayağının izinin yanında bu cür əmr və göstəriş verilirsə Allah tərəfindən, onun qəbrini necə mübarək hesab etməmək olar? Həzrət İsa aleyhissalam buyurur, mən harda oluramsa olum, Allah məni mübarək edib. Məryəm surəsi ayə 31. Harda oluram, eynəmə kuntu. Və cəaləni mübarəkən eynəmə kuntu. Harda oluramsa olum, Allah məni mübarək edib. Bərəkətli, yəni fayda saçan, xeyir verən qərar verib. Yəni Allahın seçdiyi bəndə harda olursa olsun mübarəkdir. Xeyir saçır, fayda verir. Kimsə də iddia edə bilməz, bu ona diri olduqca aiddir. Niyə? Çünki qeyd yoxdur. Diri olduqca. Çünki Həzrət İsa'nın kəlamında Allah zaman, məkan qeydi qoymur. Necə ki, həmin cümlədən sonra bəzi işlər üçün Allah qeyd vurub. Məsələn, deyir ki, həyatda olduqca mənə namaz qılıb zəkat verməyi əmr etdi. Həyatda olduqca. Yaşadıqca Allah mənə namaz qılıb zəkat verməyi əmr etdi. Demək, namaz və zəkat üçün həyatda olmaq qeydi vurub, amma bərəkətli olması barədə zaman və məkan qeydi yoxdur. Harada olursa olsun. Bəs bu bildiriş bütün müqəddəslərə də aiddir. İsa aleyhissalam harada olursa olsun mübarəkdirsə, digər peyğəmbərlər də Allahın seçdikləri olduğu üçün harada olurlarsa olsunlar mübarəkdirlər. Nur surəsinin 36-cı ayəsində Allah öz ucaltdığı evlərdən, həmçinin içində zikr olunan evlərdən danışır. Burasına da diqqət edib mövzunu bitiririk. Ayə necədir? Ayə budur. Bu nur Allahın ucaldılmasına və orada öz adının zikr olunmasına icazə verdiyi evlərdir. Birinci hissə budur ki, Allahın ucaldılmasına icazə verdiyi evlər və zikrinin qeyd olunmasına icazə verdiyi evlər. O evlər ki, Allah onun ucaldılmasını istəyir. Düşünün, bir sıra evlər var və Allah o evlərin ucaldılmasını istəyir, nəinki 8 Şavvalda sökülüb dağıldılmasını.
ucaldılmasını istəyir. Bu ayənin təfsirinə, onların öz kitablarına baxsaq, bu evlər kimin evləri olduğunu görəcəyik. Hansı ki 8 Şəvvalda o evləri söküb yerlə yeksan elədilər. 1. Təfsir-i Sə'ləbi, cild 7, səhifə 107. Əbu İshaq Sə'ləbi yəni. 2. Əbu Bəkir ibn Mərdiveh, Mənaqib, səhifə 284. 3. Hakim Həsqani, Şəvahid-ü Tənzil, cild 1, səhifə 534. 4. Cəlaləddin Siyuti, Əd-Durrul Mənsur, cild 5, səhifə 50. 5. Şəhabuddin Alusi, Təfsiri Alusi, cild 18, səhifə 174. Resulullah bu ayəni oxuduqdan sonra bir kişi ayağa qalxıb dedi: Bu evlər hansı evlərdir ya Resulullah? Peyğəmbər buyurdu: Peyğəmbərlərin evləri. Bu zaman Əbu Bəkir ayağa qalxdı və dedi: Bu ev yəni Əli və Fatimənin evi də o evlərdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Bəli, bu ev o evlərin ən üstünüdür. Allah onların evlərin ucaldılmasına icazə verib, lakin 8 Şəvvalda o ev yerlə yeksan edilib. Bu işi icra etmək, Peyğəmbər ailəsini sevməyin nişanəsi sayıla bilər. Kimsə iddia edə bilərmi ki, mən Peyğəmbər ailəsini sevirəm, qəbirlərin yerlə yeksan edəcəyəm? Harda belə bir göstəriş var? Allah öz Peyğəmbərinə əmr edir ki, insanlara çatdırsın. Peyğəmbərliyimin müqabilində yalnız və yalnız qohumlarıma məhəbbət istəyirəm, məhəbbət tələb edirəm. Onların qəbirlərini sökənlər, onları ziyarətə gedənləri müşrik adlandıranlar necə onları sevdiklərini iddia edə bilərlər. Və bütün müsəlmanlar, bütün insanlar heç vaxt keçmişlərini unutmamalıdırlar. Keçmişləri yadda saxlamaqla insanlar gələcəklərini qura bilirlər. Keçmişlər yadda qalmaqla gələcəkdə o hadisələrlə üzləşdikdə hansı vəzifələri yerinə yetirməlidir, insanlar təyin eləməlidirlər. Və keçmişimizdə də insanların, müsəlmanların, din dostlarının, Allah höccətlərinin, vəlilərinin arzulamadığı, istəmədiyi bir hadisə gerçəkləşir. 1344-cü ildə Şəvval ayının 8-i Peyğəmbər ailəsinə və İslam dünyasında böyük önəmi olan, yeri olan insanların mübarək qəbirlərini paymal etməklə, xərab etməklə, dağıtmaqla aradan aparıblar. Hansı ki, bunun heç bir əsası və əsli yoxdur. Və sallallahu əla seyyidina Muhammedin və alihi tahirin.